izləyicilər, Ayrı 24-ün efirində xoş gördük. İş vaxtının 3-cü hissəsi ilə qarşınızdayıq. Bir saat ərzində ölkədə və dünyada baş verən proseslərlə bağlı ən son xəbərləri çatdıracaq. Əlbəttə ki, bu istiqamətdə təhlillərimiz və müzakirələrimiz də olacaq. Dəyərli izləyicilər, indi isə bir araşdırmamız var, onunla davam etmək istəyirik. Belə ki, son günlər Əfqanistan və Pakistan sərhədində gərginlik artıb. Döyüşlərin davam etdiyi dönəmdə tərəflər münaqişəni diplomatik yolla həll etmək üçün görüşə hazırlaşırlar. Sülh masası isə yenidən İstanbulda qurulacaq. Noyabrın 6-sında baş tutacaq danışıqlarda Pakistan və Əfqanistan ortaq nöqtəyə gələ biləcəklərmi? Ən əsası isə tam sabitliyin bərpası mümkün olacaqmı? Araşdırmış odur ki, izləyək. Pakistan və Əfqanistan nümayəndə heyətləri gərginliyi azaltmaq üçün İstanbulda planlaşdırdıqları görüş vaxtında tərəflər arasında silahlı qarşıdurma yenidən alovlanıb. Sonuncu dəfə sərhəddə atışma nəticəsində isə Pakistanın 5 hərbçisi, Əfqanistanın isə 25 yaraqlısı öldürülüb. Əfqanistan ordusu ölkənin şimal-qərb sərhədində yerləşən Kurram və Şimali Vəziristan bölgələrində ölkə ərazisinə keçməyə cəhd ediblər. Bu da Əfqanistan hökumətinin terror problemini həll etmək niyyətini şübhə altına salıb. Bundan öncə tərəflər arasında bir neçə dəfə atəşkəs və dialoq mərhələsi baş tutub. Məsələn, oktyabrın ortalarında 48 saatlıq müvəqqəti atəşkəs barədə razılıq əldə edilsə də, ardınca Qətər və İstanbulda keçirilən danışıqlar nəticə verməyib. Diplomatik səylərə baxmayaraq, döyüşlər bir çox məntəqədə davam edib və müvafiq vasitəçilərin müdaxiləsinə ehtiyac olduğu vurğulanıb. Tərəflərin bir-birinə qarşı, xüsusən Pakistan, Əfqanistana qarşı şərtləri var. Yəni bu şərtlərin də təmin olunması hələ yerinə yetirilməyibdir və bu mənada mən şərtlər yerinə yetirilməyəcəyi təqdirdə Pakistan razılaşacağına da şübhə ilə yanaşıram və müvəqqəti bir bəlkə də atəşkəs ola bilər, amma gedişatda yenə də bu gərgin situasiyaların yaranması mümkündür. Artan gərginlik fonunda tərəflər yenidən masaya əyləşmək qərarına gəlib. Noyabrın 6-sında Türkiyənin vasitəçiliyi ilə İstanbulda Əfqanistan və Pakistan nümayəndə heyətləri arasında sülh danışıqları keçiriləcək. Görüşdə əsas məqsəd sərhəd insidentlərinə son qoymaq və qarşılıqlı etimadı bərpa etməkdir. Türkiyə Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə baş tutacaq bu görüşdə təhlükəsizlik, qaçqınların vəziyyəti və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Ekspertlər bu dialoqu regionda sabitliyin bərpası üçün mühüm addım kimi dəyərləndirir. 6 Kasım 2025 tarihində Türkiye'de barış görüşmelerinin yapılacağı bilgisi duyurulmuştur. Türkiye neden seçildi sorusunun en büyük cevabı, Türkiye her iki ülkeyle kadim dostluk ilişkileri olan bir ülke olması ve güvenilirliği ispat edilmiş bir ülke olması nedeniyle tercih edilmiştir. Türkiye'nin emperyalist düşüncelere sahip olmaması ve kadim dostluk ilişkileri nedeniyle her ülkede de istikrar ve barışın tesisi için Türkiye'nin girişimleri ve arabuluculuğu da dikkat alındığında Türkiye'nin tercih edilmesi gayet doğal karşılanmalıdır. İstanbul görüşü regionda sülh prosesinə yeni addım və tərəflərin etimadını bərpa etmək üçün son şans kimi qiymətləndirilir. Əgər danışıqlarda razılıq əldə olunarsa, sərhəddəki gərginliyin azalacağı gözlənilir. Uğursuzluq isə iki ölkə arasında münasibətlərin daha da pisləşməsi və qarşıdurmanın genişlənməsi riski yaradır. Həmçinin qeyri-sabitlik davam edərsə, regiona təsirindən də yan keçməyəcəyi ehtimal olunur.